Bəli, bugün od çərşənbəsidir və Novruz yavaş-yavaş ölkəmizə qədəm qoyur və biz də onu qeyd edək ki, havada da Novruz ab-havası duyulurmu yoxsa yox? Mənim əziz həmkarım yollanıb Bakının ən gözəl mənzərəsinə, hava haqqında məlumatı bizə çatdıracaq. İlhan, bir daha sabahın xeyir olsun. Ümumiyyətlə, havada da Novruz ab-havası duyulurmu? Bəli, əziz həmkarım tamaşaçılar, hər birinizi bu gözəl Bakı mənzərəsindən açıq havadan salamlayıram. Elə istərdim, elə sənin sualına cavab verim. Hava çox gözəldir, həqiqətən də yaz havası hiss olunur. Elə istərdim vaxt itirmədən hava haqqında məlumatı sizin nəzərinizə çatdırım. Belə ki, bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında qısa müddətli yağıntı ehtimalı var. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüzsə 6-10 dərəcə isti təşkil edəcək. Regionlarda da əsasən yağmursuz hava üstünlüyü təşkil edəcək. Ancaq bəzi şərq rayonlarında gecə və səhər saatlarında yağıntı, dağlıq ərazilərdə qar ehtimalı var. Temperatur gecə 1-5 dərəcə isti olacaq, gündüz 9-10 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Sürücülərə isə ehtiyatlı olmaları tövsiyə olunur. Bəli, Təranə, yenidən sözü sənə ötürürəm, mən isə studiyaya qayıdıram. Bəli, burada səbirsizliklə səni gözləyirik.